Nələr baş verir? Bütün bu hadisələri təsadüfi hesab eləmək mümkündürmü? Söhbət Türkiyəyə məxsus C-130 hərbi təyyarəsinin Gürcüstan istiqamətində qəzaya uğramasından gedir. Təyyarənin qəzaya uğraması ilə bir neçə sual da aktuallaşdı. Əsas sual budur ki, bu təsadüf idimi? Sosial şəbəkələrin Azərbaycan segmentində bu mövzu ilə bağlı müxtəlif mülahizələr və iddialar irəli sürülməkdədir. Şübhəsiz ki, rəsmi məlumatları gözləməkdə fayda var. Ancaq diqqət çəkən önəmli iddialar da var. Bunlardan biri də beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyliyə məxsusdur. Əziz bəy öz sosial şəbəkə hesabında bu fikirləri bölüşüb. Birinci hal, Bakıda keçirilən möhtəşəm paraddan sonra Türkiyə hərbi təyyarəsi naməlum şəkildə Gürcüstan ərazisində qəzaya uğradı. İkinci hal, Pakistanın paytaxtı İslamabadda partlayışlar baş verdi. İntihar terrorunda onlarla ölən var. Və nəhayət üçüncü hal, Ermənistan tərəfi sərhədi odluyub, alovlar Gədəbəyin Morbon kəndinə qədər çatıb. Bəs sizcə bütün bunlar təsadüfdürmü?